Bismillahirrahmanirrahim. Əziz, hörmətli, dəyərli müsəlman bacı qardaşlarımız. Bu günlər Həzrəti xanım Fatimə Zəhra salamullah əleyhanın nurlu mövlud günləridir. Bu gözəl gün münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Allah bizləri bu uca, dəyərli şəxsiyyətlərin yollarından ayrı salmasın inşallah. Xanım Fatimə Zəhra haqqında biz hər nə söz desək az olar. Çünki bizim dediyimiz sözlərdən çox dəyərli və qiymətli və ucadır. Xanım Fatimə Zəhra haqqında bir dənə onu deyə bilərik. Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləmin qızıdır, Kövsərdir. Allah Teala Kövsər adlandıraraq hədiyyə eləyib Peyğəmbər əleyhissalama. İmam Əli əleyhissalamın xanımıdır və 11 imamın anasıdır. Xanım Fatimə Zəhra salamullah əleyhə əhl-i beyt içində imamət və nübüvvətin alayıcı telidir. Bu məsələ Allah tərəfindən xüsusi olaraq o missiyanı, bu teli bir-birinə bağlayaraq davam etməsi üçün Allah Teala tərəfindən xanım Zəhra salamullah əleyhə seçildi və öz zamanı və bütün zamanlar üçün özündən sonra xanımlar xanımıdır və ən seçilmiş üstün dəyər sahibidir. Peyğəmbər sallallahu aleyhi və səlləm uca şəxsiyyətin dəyəri haqqında buyurur. Qalen Nəbi sallallahu aleyhi və səlləm Ləv kanəl husnul şəxsən ləkânəl Fatimə bəl hiyə azəm innəl Fatimə ibnətil xeyril əhlil arz ansurən və şərəfən və kərəmən. Peyğəmbər əleyhissalam buyurur. Əgər gözəllik insan olsaydı o Fatimə olardı, amma o daha böyükdür. Həqiqətən də qızım Fatimə mənşə, şərəf və səxavət baxımından yer üzünün ən yaxşı əhlidir. Peyğəmbər sallallahu dilindən xanım Fatimənin ucalığı, böyüklüyü haqqında vurğulanan bir gözəl hədisdə onun qiyməti haqqında bizlərə çatdırılır. Başqa bir hədisindən də Peyğəmbər əleyhissalam buyurur. İmam Hüseyin əleyhissalamın dilindən, o da Peyğəmbər əleyhissalamdan nəql edilir. Fatiməti behcətil qəlbi və əbnaha səmərətil fəvaidi və bələhad nurul bəsəril və əyimməti min vələdiha ümenai Rabbi və həblihi məmdudu beynə və beynəl xəlqi min əhtəsəmi bihi nəcah və mən təxəlləfə ənhu vəy. Yəni Peyğəmbər əleyhissalam buyurur ki, o Fatimə, yəni İmam Hüseyin əleyhissalam Peyğəmbər əleyhissalamı nəql edir. Qəlbimin sevincidir. Onun iki oğlu qəlbimin meyvəsidir. Əri gözlərimin nurudur və onun nəslindən olan imamlar Rəbbimin və onunla məxluqat arasında uzanan ipinin əmanətçiləridir. Ona yapışan qurtuluş tapar, ondan üz çevirən isə həlak olar. Yəni o ipdən yapışanlar xilas olar, onlardan uzaq düşən həlak olar. Yəni bu əhl-i beyt, bu qəddəs pak ağac, pak soy bizlər üçün ipdirlər. Bizim üçün bu dünya və o dünya üçün xilasımız və həyatın yaşamaq mənbəyidirlər. Bu uca şəxsiyyətin mövludunu hər birimizə təbrik deyirəm. Allah bizləri bu dünyada onların yolunu davam edənlərdən qərar versin, o dünyada şəfaatçi qərar versin bizlərə. Xanımlarımız, bəylərimiz o ailədən gələk hər məsələdə örnək alsınlar, o ailəyi özlərinə uyğun seçsinlər, onların yaşadığı kimi yaşasınlar. Bəli, çətindir, hər adam onların yaşadığı kimi ömrü davam etməyə dözə bilməz, dözə bilmir. Çünki onların həyatı sınaq, məşəqqət
və çətinliklərlə dolu keçibdir. Yenə də bizlər çalışmalıyıq həyatımızda onların həyatına bənzər, dürüst, Allah istəyən kimi yaşayaq. Allah sizləri xoşbəxt etsin, o gözəl, müqəddəs, pak ailəyə həqiqi tərəfdar qərar versin. Dünyanın hər yerində bu gözəl bayramı qeyd edib yaşadanların da Allah tərəfindən qəbul olunmağını diləyirəm. Zəhmətlərinin, gələn günlərinin xeyir olmağını istəyirəm. Bayramımız mübarək olsun, gələn günləriniz xeyir olsun inşallah. Dünyada, ölkəmizdə, hər yerdə sülh, əmin-amanlıq olsun. Bayramınız mübarək olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.